Bugün masaj günüm başladı. Təbii daşlarına masaja. Baxın, qızlar, mən üzümü argan yağı ilə hər zaman edirəm. Çünki argan yağı qidalandırır, tərkibində E vitamini var, natural argan yağı. Qızlar, çalışın daşlar təbii olsun, orijinal olsun. Yoxsa heç bir effektini görməyəcəksiniz. Bu daşla mən, baxın, bu kənardakı konturlarımı, buradakı ödəmdən, şişlikdən, səhər şişliyindən arındırıram və bunu 3 dəfə təkrarla, adası bir 30 dəfə etməklə nəticə olar. Sonra baxın, buradakı xətti heç vaxt möhkəm basmayın, həmişə özünüzü yumuşaq masaj, özünüzə zövq verərək edin dərinizə. Sonra buradakı ödəmi, yaranan səhər şişlikləri, görürsünüz, qızartı necə gedir? Bu qızartı dəri üçün çox önəmlidir. Çünki qan dövranı güclənir və sizin yeni hüceyrələriniz yaranır və hüceyrələr qidalanır. Bu bir növü həm zövq verir, həm də qan dövranını gücləndirir. Maraqlı olur etmək. Hətta bunu xaldiyenikdə bir dəqiqə saxlasınız, bumbuz olacaq. Bumbuzda daha çox gözəl nəticə verir dəriyə. Sonra bu da çox maraqlıdır. Bu da buzda olanda çox yaxşı olur. Bu balaca hissə ilə alnınızın ortasının kiçik yerləri, qaşınızın altın, üstün, bu hissəni deməyin ki, bu nə edə bilər? Çox gözəl enerji verir dəriyə. Çox gözəl hiss verir. Buz edəndə dediyim kimi soyuq etməyə çalışın. Yenə də deyirəm, natural daşlar olsun mütləq. Və buradakı, baxın, görürsünüz, məndə ödəm azdır. Çünki mən hər zaman çalışıram, buradakı ödəmi yendirəm və çənə altı buxarım azdır, yox demək olar. Və əllərimlə də edirəm, bunlarla da edirəm və vakum bankalarla da edirəm. Bu da vakum bankalar. Baxın, göz altımı edirəm. Qaş altını edirəm, qaş üstünü edirəm. Buradakı, baxın, çox saxlamayın, qızara bilər. Buradakı dodaq alt kənar xətləri, görürsünüz necə qızarır. Qızarmaq çox gözəldir ki, artıq qanı biz bura gətirir, bir növü banka effekti verir. Hansı ki, dəri rahatlayır, bütün qanda olan vitaminlər, yeni hüceyrələr yaradır. Bunu 1-2-3 dəfə yox, hətta bir 50 dəfə etmək olar aralıqlarla. Çox gözəl eləyir. Həftədə ən azı tənbəl olmayın, 2-3 dəfə edin. Mən tənbəlləşirəm bəzən, amma məni qoruyan kremlərim var. Hansı ki, cavan saxlayan kremləri var, tərkibi zəngin, dəriyə lazım olan komponentləri olan. Onlar məni qoruyur ki, mən həftədə bir dəfə də edə bilərəm. Amma kimin kremləri yoxdursa, bu masajı mütləq, hətta hər günə salsın 2-3 dəqiqə. Elə sıxırsınız, iyi yapışır, iyi dartırsınız. Sıxdınız, dartırsınız, sıxdınız. Amma bunu tez eləyin ki, belə qalıb qızarmasın. Üzünüzdə qala bilər. Edin tez-tez. 2-3 dəfə edəndən sonra praktika olur. Nəqşə qızarır. Heç nə təbii rumyanadan gözəl deyil. Baxın, nə qədər gözəl qanı gətirir. Gözəldir, qan gəlir və qidalandırır. Dəri hüceyrəsin. Mütləq gözəl qanı gətirməyə edin, heç olmasa həftədə 2 dəfə. Qızlar, argan yağın saçıma da tətbiq edirəm. Baxın, gör necə yumuşaq olur. Çox gözəl, çalışın təmiz argan yağ olsun.